Əziz dostlar, hamıya Alanya'nın Kestel rayonundan Kestel məhəlləsində salamlar olsun. Bugün sizə Kestel'də gördüğünüz bu gözəl binada çok qəşəng bir ev göstərəcəm. Dəniz mənzərəli. Bura dənizə sıfır bir yerdir. Dənizə sıfır yerlər Alanya'da en bahalı yerler sayılır. Düz binanın karşısında bakın yerüstü körpü var. Körpü vasıtasıyla keçib dənizə çıxırsınız sahile. Orada da kafe var, beach, deniz filan, her şey yer olarak rahattır. Ben indi bu girişten girəm, arkada da giriş var. Oradan ise diğer tarafa Kestel'in ana məhəlləsi, orada da restoranlar, kafeler, mağazalar, her şey var. Konumu belə göstermiş olduk ve daxil olaq binaya. Bu bizim deniz taraftan olan girişti. Binanın yaşı hardasa 10-15. Bura bizim hovuz. Yani bina tam infrastrukturalı değil. Hovuzu var. İçeride biraz depo tarzında bir yer var. Fitness aletleri koyulup. Karşıda ise şəxsi park yeridir. Orada baxıb mənzilə qalxacaq. Bu mənzilin en büyük üstünlüğü dənizə sıfır olması və hər iki mərtəbədən, çünki mənzil dupleksdir, 2 qatlıdır. Birbaşa dənizə baxmasıdır. Ərazisi yaşıllıqdır. Palma ağaçları, quşlar cəhcəh vurur. Burada mangal zonası da var. Onu da görmüş olduk. Ve kapalı, üstü kapalı parking. Qəşəng buradan enirsiniz aşağı. Maşınınızı rahat şəkildə bura park edib mənzilə qalxa bilərsiniz. Deməli 6 mərtəbədən ibarət olan bir balaca binadır. İndi isə qalxaq mənzilimizə. Gözəl bir mənzil videosu olacaq inşallah. Binanın içine daxil olduq. Burada 5 nəfərlik bir lift ve dediğim o depo tərzində bax belə yer. Burada sakinlərin velosipedləri, bir neçə trenajör alətləri var burada. Orada saunadır. Görünən odu istifadəsizdir. İçinə əşyalar yığıblar sakinlər. Və qalxaq yuxarı. Əziz dostlar, mənzilimiz sonuncu mərtəbədədir. Hardasa 170-180 metrekare böyük mənzil. Türkiyədə kvadrat metrlə mənzillər satılmır. Ona görə təxmini deyirəm, bunu heç kəs dəqiq deyə bilməz. Hətta inşaat şirkəti belə sizə dəqiq metrekare olaraq, kvadrat metr olaraq mənzili deyə bilməz. Desə belə, burada yanlışlıqlar həmişə olur. Çünki Türkiyədə kvadratura ilə, metrekare ilə mənzil satılmır. Sadəcə yazılır. Bakın sağ tərəfdə bir sanuzul var. Böyle uzun giriş hissə. Sağda geniş nərdivanlar bizi aparacaq inşallah yuxarıya, 2-ci mərtəbəyə. Hələ ki aşağıdayıq. Burada böyle bir maraqlı yer var. Sağ tərəfdə qapını açıb daxil oluruq. Bir otaqdır. Bakın bu otaqda olan əşyalar buradan çıxarılacaq. Yeni alıcı istəsə bura yeni əşyalar qoyulacaq. İstəməsə də özü istədiyi kimi dizayn edəcək. Bu otağın öz şəxsi duş kabin və sanuzlu da var. Buranı iş otağı kimi, uşaq otağı kimi müxtəlif məqsədlərlə istifadə eləmək olar kondisioneri yerində. Kondisioner Türkiyədə çox önəmlidir. Həm qışda olsun, həm yayda, əsasən də yayda istilər. Ve güzel salona daxil oluruq. Geniş salon, Kestel, sakit bir məhəllə, dənizə sıfır, tam sakitçilik xoşlayanlar bu mənzilə sahib olub gözəl şəkildə istirahət edə bilərlər. Mənzilin qiymətini həmişə sonda deyirəm, amma bütün videolarda əlbəttə ki yazıram. Və bunu da hamı bilir ki, Türkiyədə bütün mənzil alqı-satqısında bazarlıq olur. Bu şərtdir də artıq. Gələn insanlar hamısı bazarlıq eləyir. Yəni bu mənzildə də bazarlıq var. Sözümün canı budur. Belə 6 nəfərlik masa birbaşa pəncərənin önündə, hansı ki dənizə baxırsınız. Böyle böyük televizor, kondisioner, səliqəli bir evdir. Burada da bar,
mətbəx. Hamısı yerli yerində. Texnikası, əşyaları hamısı qoyulub. Və əsas məsələ çıxaq balkona. 2 otaq bizdə aşağıdadır, digər otaqlar yuxarıda. Balkonda gözəl oturma dəsti və mənzərəyə söz ola bilməz. Heç vaxt bağlanmayacaq bir görüntüdür bu. Bu arada çimərliyimizi də yaxınlaşdırıb buradan baxaq. Nə baş verir orada. Baxın, kafe, çimərlik. Çıxırsınız və burada körpü var. Yerüstü keçidlə keçib birbaşa sahilə inirsiniz. Bugün bu arada Alanya'da 23 dərəcə isti var. İnsanlar sahildə istirahat edirlər. Bu da bizim hovuza baxır. Uşaqlarınız aşağıda oynayırsa, hovuzda istirahat edirsə, siz buradan onları rahat şəkildə görə bilərsiniz. Və qalxaq ikinci mərtəbəyə, görək orada bizi nə gözləyir. Gəlirik giriş hissəyə və geniş nərdivanlarla çıxırıq yuxarıya. Çıxırıq yuxarıya, dairəvari bir nərdivandır. Sol tərəfdə ümumi bir sanuzu, hamıya salamlar və böyük duş yeri. Yenə də uzun bir koridor. Sağ tərəfdə daha bir uşaq otağı. Qırmızı rəngdə. Və bu uşaq otağının da sadəcə duş var burada. Daha sonra isə qalxırıq ən üst qata. Bu da çox səliqəli bir yataq otağıdır. Əlbəttə kimsə istəsə burada ürəyi necə istəyir elə bir dizayn yarada bilər. İstədiyi tərzdə mebellər, texnikalar alıb istifadə edə bilər. Hal-hazırda burada olanlar budur. Həm pəncərədən, həm növbəti balkondan çıxırıq. Gözəl mənzərə. Mənzərə qəşəngdir. Bunu göstərmək istəyirəm. Bəzi insanlar 2 qatlı dupleks evlər alanda narahat olurlar ki, yuxarıda yağışlar, güclü yağışlardan sonra problemlər yaranır. Baxın, ev tərtəmizdir. Elə bu yaxınlarda durmadan yağışlar yağırdı. Baxın, yağışdan sonra hər yer tərtəmiz. Bura elə çatı qatıdır. Üstümüz krişadır, çatıdır. Belə, əziz dostlar, yavaş-yavaş videonu yekunlaşdırmaq istəyirəm. Deməli, Alanya, Kestel məhəlləsi, dənizə 0, birbaşa dəniz mənzərəli, 3+1, 4 otaqlı mənzil, qiyməti 300.000 evro. Hardasa 170-180 kvadrat metr. Bu mənzilə sahib olmaq istəyənlər əlaqə saxlayın. İnşallah gələn videolarda görüşənədək. Sağ olun, var olun.